Aha, yenə qəbul imtahanı işləyirik uşaqlar. Başlayaq birinci sualdan. Mehin, birinci sual necə yazarıq? Failin tam yolunu düzəltməliyik, tam adını. Birinci disk adı olur, yəni 2, Bəli, düzdür. 2. 6, Deməli, və D getdi. Aha, disk adından sonra 2 nöqtəmiz var. Düzdür, A da getdi. Sonra sonra 3, 3, düzdür. C variantı olur. 3, 5, my document. Niyə C oldu, B olmadı Mehin? Orada müəllimə 2 xətt olmur axı. Düzdür, düzdür, düzdür. 2, Samir. Sənə xüsusən def verdim, Samir. Baxıram mən bir dəqiqə. Nə yazmalıyıq? Giriş hara kimi? Birinci Samir? aşağıda enə 9 veririk, əmə 8. Hı. Aha. Buna nədir? Defi həmişə printdən başlayın demişəm milyon dəfə ki, printə baxın birinci ki, print sizdə nə istəyir? Nə istəyir səndən Samir? S üstəgəl S1. S nədir onda? Nədir? S nədir? F-in. F nə? F neçə? N. Yox, N nədir? N9'dur da. F9, düzdür. M nədir? M də 8-dir. E8, düzdür. Bəli, Ha, bunların indi yuxarı get yerinə var. yuxarıda axtar. Hardadır? F formulası hardadır? F düstur o. Ən yuxarıda def F-in. Hı. Orada yerinə 9 qoyuruq. Aha, nə edir indi bunu? Bir proqrama bax gör neyniyən oxşuyur proqram özü. Nə edir səncə proqram? 8-ə qalğını tapıb dəqiqə. Hı. 8-ə qalığını tapır, sonra neynir? Toplayır onu. Sətrə boş siyahıya əlavə eləyir də. Aha, sonra nədir? S-lə sonra tam hissəsini tapır. Bu proqram səncə nə proqramdır Samir? Onu demək istəyirəm. Səncə bu proqram nə proqramdır? Nə edir? 8-ə, ədədin 8-ə qalxanı tapır. Ədədi nə vaxt 8-ə Ya qalığını tapır? şey deyir, 8 say sistemini keçirir də. Bəli, 8-lik say sisteminə keçirdir, bəli. İndi sən deməli bu proqramın nə etdiyini başa düşəndə rahatçılıqla eləyə bilərsən də. Burada nə verib sənə? 9 verib. Bəli. 9-u nə etməlisən deməli? 9-u 8-ə keçirməliyəm. Bəli. Nə olacaq? 1 qalır, qalxdı 1. 1, qalxdı da 1. Nə oldu? 11. 11. Bunu saxlayırıq. Bu oldu. Nə oldu? Bu oldu 11. Bəli. Bunu tapdıq. İndi bunu heç nə demirəm. GM-ə də özün bax. GM-də nə başlayır özün de. Onda M-də ikilik say sisteminə keçirir. Bəli. 8-i Tamam. 2-yə keçirməliyik. O da eləyir Bəli, bəli Nuray. Yo, keçirdəcəm indi birazdan dərsdəyəm. Aha. Yo, Nartman. Nuray Məmmədli yoxsa Kuliyeva? Hə, keçirdəcəm Nuray. Dərsdəyəm indi danışarıq oldu qızım. Hə, sağ ol, sağ ol. Aha. İkili say sisteminə keçirdi. Sonra min eləyir cavab. aha 8-i keçirdi ikiliyə. Oldu 1000. Düzdür. Bu da oldu 1000. Aha. İndi cavab onda nə olar? 1010 yox, bir dəqiqə B variantı. Niyə B variantı? STR-dədir ona görə. STR-də olsun, niyə B variantı? Bura qədər yazdım proqramı Samir. Bəli. Axırda nə istəyirdi? Printdə nə istəyirdi səndən? Cəmini. Hə, nəyin cəmini? S-lə S1. Hə, S nədir? Nədir? Cavabı 11-dir. Hə, indi burada hanı 11? 11 üstə gəlinsin 1000 hanı burada Samir? Yo, A-dadır hə. Bəli, bəli. Gəldin, bura qədər gəldin, burada səhv elədin, getdi sual.
Bir sualı itirdik. 3. Çingiz. Hansı tam ədəd yazılmalıdır ki, hesablamaların icrasından sonra aşağıdakı şəklə uyğun olsun. Bu hansı A2 deyir ki, onda A2-nin qiyməti A1 üstə gəl B1 9 çıx ki 7-dir. Bəli, burada vardı onsuz da IQ-nin qiyməti Bunlar 7-dir var ya bax. görməmişəm. C1 hansı Aha. hansı? C1 IQ 7. hansı? C1 bircə 4-də var. D-də. Burada cavab 4 olur. B1 5. 5 üstə gəl C böl 2 4 eləyir 3-dür cavab. Cavab 3. Bəli. Eqzilə görə çox rahat sual idi. Mətin. Baxıram mən. Mhm. IP ünvanını IP kodlaşdırmaq ünvanı üçün neçə bit lazımdır, Mətin? 4 dənədir deyə 4 bayt, yəni 32 bit. Bəli, deməli bu yanlışdır. İkinci. Yanlışları istəyir yoxsa? Bunu Yanlışları götürdük. istəyir, hə. Yanlışları istəyir. Aha. Bunda Y ilə C getdi. Ha, sonra. İnternet hesabının rəsmi yerini müəyyən edir. Düzdür bu. Mhm. 255 ola bilər maksimum. 3 səhv yəni götürürük. IP ünvanına Nöqtə misal olaraq göstərmək olar. Bəli, 3 yanlışdır deyə 3 olanları da götürürük. 3 olmayanlar gedir o zaman. Düzdür. Belə B D-dəki çıxır. Doçdur, o da Alman deməkdir. Bəli, Kanada deyil. Almaniyadır. Düzdür. 5. Mehin. A-ya 2 yazırıq, B-yə 3. Mhm. C olur 4 üstə gələ 9 13. Mhm. Birinci ifə getmir. Aha. Else də olmur. Mhm. Hansı else olmur? İkinci olmur. Olmadı. Bu da olmadı. Aha, sonra Bu olur. ne çap edir? Level 4. Level 14. 14 yox, level 4. Hə, 4. Aha. Keçdik 6-ya. Kimdəydi sıra? Samir. Bəli, baxın. Nömrələnmiş siyah hansıdır Samir? Nömrələnmiş Hı? yadımdan çıxmır. OL değil. var, UL var, DL var. Bunlar hansıdır de görək. Sən düzəməli Oil, təkrar lazımdır sənə. Hə, oil nömrələnmiş idi. bəli. Açılışı nə idi? Ordinary list. Bəli. Aha, UL nə idi? Nişanlanmış idi. Nişanlanmış. Yəni nə unordinary? Bəli. Bəs deyil. Deyirlər. Amma bilmirəm. Təyin etmə Ordinary siyahısı deyil bu. idi. Description. Nə? Ordinary yox, ordered idi. Saçdız deyil. Başa düşmürəm nə dediyini. Necə? Ordinary deyirəm deyildi. Da ordered, unordered idi. Ordered, unordered. Hə, orderedlə də yəni sayılmaq Bəli, məsələsi. ingilis hissəsi bəs. İngilis dilini boş verin, sorğulamayın. Deyil nə idi? Description. Description. Təyin etmə siyahısı. Düzdür? Bəli. İndi onda nömrələnmiş siyaha nətər çıxacaq? Hansıdır? Hansı hissələr nömrələnmiş siyahı kimi çıxacaq? Hansı hissələr? Samir. Aparat təminatı, proqram təminatı. Bəli, bu qism. Bəli. Başqa heç biri bilmirəm. Samir, vəziyyət pisdir, Samir. 7. Çingiz. 4 if B kiçikdir A olur. N bərabərdir B. N var burada. Yenə təyin eləyəsən də n olacaq B. N 1 olur. Hı -hı. 8.
N İkinci bərabərdir olmur. N plus B demir ki, sən N axtarırsan. Aha, benim. Hı. Sonra ikinci olmur. A kiçikdir M. M bu Kiçikdir da olmur. N-dən, yox, aha, bu getdi. A N kiçikdir M-dən, A kiçikdir bu M-dən. olmur. Olmur. Aha, N-sə baxırıq. N-də if B kiçikdir M olur. And B böyükdür N olmur. Bunu da keçirik. Bunun bir, əslində də R beş, bir. bərabərdir C. R də 4 olur. Olmur, R də olur. 4. 4. Bəli. Y Sonra bərabərdir M vur 100. M6-da 600 üstə gəl. 40 üstə gəl 1 641. 641. Hı. Bu bir nə olur? 146 146. Aha, cavab nə olur? 787. 787. Düzdür. Hı hı. 8. Kimdədir sıra? Məndədir, mənim baxıram. Hürmət. Hı hı. Burada bir dəfə 7 olur, digəri A 5 oldu olur, 7. ödənmir. B E oldu. oldu 5. 5 niyə 8 olmur? Ha, 5, 5, 5. 2, Hı aha. -hı. 5 oldu, ödənmədi. Ödənmədi. Sonra aldı Sonra yenə gəlir 9. 9 olur, 8 olur, Hı. ödənmir. Sonra 11, 11 olur, ödənirlər. 11, 11. 11, 11-dən kiçik deyil. Ona görə Aha. Yoxa getdik. Aha, bu dəfə nə oldu? A bərabər A plus 4 eləyir. Aha. 15, 17 oldu. 15, 17-dən kiçikdirmi? Daha doğrusu böyüdürmü? Yox, ona görə B-ni çap edir. Ha, B də 17. Doğrudur. 9. Kimdədir sıra? Mehin. Baxıram. N 220 olanda i nə olur? i8 olur. Hı hı. O da Cavab bir nədir qatda. onda? Bəli. 8 bit. 10. Samir. Baxıram mənim dəqiqə. Bu hissədə nə edir Samir? Orada ona qalğan tapır, tam hissəsini tapır. Bu nə deməkdir? Sonuncu rəqəmini tapır da. Ümumiyyətlə buna nə deyirdik? Yəni milyon dəfə demişəm. Bu nə deməkdir? Mehin bu nə deməkdir bu ikisini bir yerdə görmək? Rəqəmlərini Bəli, rəqəmlərin nə? cəmi. Yox. Mətin nə deməkdir bu? Rəqəmlərinə müraciət edir. Bəli, rəqəmlərə müraciət. Bu sözü məndən dəfələrlə eşitmisiniz. Deməli, bunu gördünüzsə, deməli rəqəmlərlə işimiz, rəqəmlərə müraciət var. Aha. İndi Samir bu hissədə nə edir? Əgər cütdürsə sonuncu rəqəmi, onda şey eləyir, bir gəlir üstünə. Yəni Cüt sayını deməkdir tapır bu. da. Samir cüt Yəni deməkdir tək bu mən, Samir. tək. Ay Allah. Hə. Tək Təksə təklərin neynədir? sayını tapır. Hə, sonra Tək deyilsə onların cəmini tapır. cəmini. Ədədin cüt rəqəmlərinin cəmini və tək rəqəmlərinin sayını tapır. Gör sağ olmuşlar maşallah nə qəşəng yazıb. 11 kimdədir sıra? Çingiz. Ben Hı hı. sözcüğün olur ədədini yazsın. 64 üstü 3 onluqda 2 üstü 18. Hı Birinci hı. atma kağıt üzərinə 11 rəqəminə ən kiçik ikilik ədədi əlavə edin. 2 üstü 18-də 1 olur, bir də 2 üstü 11-də 1 olur. Qalan hamısı 0 olur.
İkinci İkinci nə addımda olur? Dayan. İkinci nə oldu? 2 üstü neçə oldu? İkinci. rəqəm 8. A, 2 üstü 10 olur. Hə. Hə, imtahanda mən olmayacağım. İstədiyəm ki, içiniz nə oldu? Bir də bax. Diqqətli olun biraz. Aha, üçüncü. İkinci addımda alınan ədənin üzərinə 2 üstü 10 sonlu qədərini əlavə 2 üstü 13. Hı -hı. Üçüncü addımda alınan nəticə 16 say sisteminə çevirin. Necə Burada çevirdik 16-lığa? 4 4 4 4 onda ilk 4 0 1 2 3 3 7 11 0 olur ən axırda. Sonra yenə 0 Ən olur. axı neysə bunları çevir də bir. Oldu mənim Bu nə 18 olur? 17 4 vurulsun nə olur? 15 son 30. Axırdan başlayaq belə başa düş. Hə, yaxşı, sən belə biraz. Axırda 0 0 olur axırdan. Sonra bir də üçüncüdə 2 olur, o da 8 olur. Ya 4 olur. Ondan sonra 12 13 2 2 4 0 0 ondan qabaq 13 14 15 Necə texnikan nədir? Çingiz bizlə də 16 paylaş sirrini. 18 4 şey 4 Necə olur, edirsən 2 ki? olur, 4 olur, 0 olur, 0 olur. Bildiyində Axırdan necə hansı yolla getdin sən? mən axırdan başlayanda 2 üstü 0-dan 2 üstü 3-ə kimi 1 olur. Sonra 2 üstü 4-dən elə 4 4 gedir. Sən heylə gelsən, bax Çingiz. Bunun qüvvətləri var, Hə, qısa yol deyirəm. Bunu 4-ə bölməlisən. 18 4-ə bölünəndə nə olur? 4 düşür, 4 14 düzdür? 2 olur 16 onda. üstü 4, 2 üstü 2-də qalır burada. 4 vur 16 üstü 4. Hə, başa 10 düşdüm. nə olur? 2 üstü 4, 4. Yəni 2 üstü 8, 16 üstü 2 vur 4 qalır da buradan bildin. Hə, Burada da nə olur? 2 vurulsun 2 üstü 12'dir. 2 üstü 12'de 16 üstü 3'tür. Aydındır. Sonra başa yazsan düşdüm. ki 4, 3, 2, 1, 0. 4'ün altında 4 tane var. 16 üstü 4'ten 3'ten 2 tane var. 2'den 4 tane var. Bunlardan da yoktu. Başa düşdüm. 12. Metin. Baxıram. Uzaq da bir Sonra hansı zəhmət nömrəli olmasa. yazılar cavab verər deyir. Hı -hı. Mühasib olan ya da vəzifəsi satış nümayəndəsi olsun. Həmçinin Seçək bunların e, rəqəmlərini, nömrələrini. məncə ikinci tərəfdən başlayaq. Birinci stajdan, maaşdan, çünki daha qətidir ona görə. Yaxşı. Ənd vardı ortasında ona Mən görə. dedim hamısını yazıb orun əndində ortaya yazaq, seçək deyə düşünürdüm. Aha, yaxşı olsun. Stajı 5-dən böyük bərabər, maaşı 1200-dən kiçik bərabər olan fakt baxmalıyıq. Hı. Stajı məsələn 1-ə baxsa, staj 5-dir, 1200 maaş ödəyir. Hı. Həmçinin ya vəzifəsi mühasibə olsun, ya da vəzifəsi satış nümayəndəsi olsun, bir ödəyir. Ha, oldu. Bir ödədim. 2-yə Sonra baxsaq, staj 5-dən kiçik olur, ödəmir. 2 getdi. 3-də staj böyükdür, maaş 1200-dən kiçik bərabər yazılıb, ona görə ödəmir. Hı. 3 də getdi. Staj 5-dən böyük, 1200, sağ tərəf ödəyir. Mühasib olsun, o da ödəyir. 4 ödəyir. Hı. Yenə də baxaq axıra kimi. Staj 5-dən böyükdür, 1200 ödəyir. Lakin nə mühasibdir, nə də satış nümayəndəsidir, menecerdir. Ona görə 5 də ödəmir. Hı. 6-da da staj 5-dən kiçikdir. 1 4. 13. Şimdi sıra Mehin. Baxıram. Hı. Birinci qalın şriftlə yazır. Hı. Qalın şrif hardadır? C. Hı. İkinci altına xətt çəkir. Bəli, Y.
Üçüncü də rəngini dəyişir. Bəli. Ah. Samir. Baxıram. Necə bir yol izləyək Samir? Oxuyum mənim şərti. Birinci nə deyir başım? Deyir əvvəlcə hər bir rəqəmi onun iki rəqəmdən ibarət iki yazılış qarşı qoy. Dörtlük say sisteminin rəqəmlərindən istifadə edib, düzdür? Bir iki Hər hansı, məsələn, x, y falan bir şeydir. Bəli. Deyir ki, hər bir rəqəmə, yəni məsələn, y-in yerinə onun iki rəqəmdən ibarət ikilik yazılışı qoyulur. Yəni belə deyək də, məsələn, 8-liyi keçirdəndə necə keçirdirdik? 421-dən keçirtmirik. 16-lığı keçirəndə 8421 etmirik. Bəli. Dörtlük say sistemində keçirəndə 2-1 olacaq da, zaten iki rəqəmli olacaq da. Aydındır? Bəli. Bu belə. Bunun elə ki, rəqəmləri ikilik say sisteminə keçirdilib növ. Yəni ümumiyyətlə də bu dörtlük say sistemində verilən ədədi ikilik say sisteminə keçirdilib bir sözlə. Sonra deyir ki, alınmış ardıcılıqdakı bütün sıfırları birlərlə, birləri sıfırlarla əvəz edirik. Yəni sıfırlara yenə bir qoyuruq, birləri yenə sıfır. Bəli. Sonra deyir ki, 130, 214 rəqəmlər ardıcıllığını bu qayda ilə kodlaşdırıldıqdan sonra, yəni bunu edəcəyik. Bunu edəndən sonra alınmış ikilik ardıcıllıq 8-lik say sistemində neçə olar? Aha. İndi bunu edəsən, bu qayda ilə çevirəsən, sonra onu çevirməlisin 8-lik say sisteminə. 130, 212. Necə çevirək? 4-dən 2-yə keçirək. Keçdək. 2-nin yerinə nə yazırsan? 2 olanda 1 yaz. 1, 0. Bəli, hə. Orada Aha. 0 1 Aha. 1 0 0 Aha. 0 1 1 Hı. 0 1 amma 0 yazmırıq da. Bəli, 1 edir. Amma əslində deyir ki, onun iki rəqəmdən ibarət yazışı qoyulur. İki rəqəmdən ibarət deyirsə, 0 da yazmalıyıq əslində. Onsuz da yerini dəyişəndə 0 1 olacaq da onsuz. Hətta olacaq. Ona görə bu 0 atmamız bizə düz gəlmir də. Misal səhv edər. Bəli, bəli. Burada çünki deyib ki, iki rəqəmdən ibarət qarşılığını qoyun. Sonra indi Sonra dəyişirik, bunları hə? əvəz edirik. Birləri 0-la, 0 1-lə. Dəyişdik. İndi keçir 8-liyə. 8-lə keçirik. 3-3 ayırırıq. Ayırdı. Birinciyə arxadan başlayır 1 yazılır. İkinci 3-dür. Üçüncü də 3-dür. Sonuncu da 4-dür. Bəli, 4331. Hə. Belə. 15. Kimdə sıra? Çingiz. Necə qurmalıyıq bu matrisi? A ilə B-yə olur, C-yə olur, D-yə olur. Burada A-dan B-yə, C-yə, D-yə yol var. Var, düzdür. Sonra buradakı səhv Yox, nədir? bax, A-dan C-yə yoxdur elə. A-dan C-yə var deyə, A-dan C-yə 1. Yuxarıdan aşağı yoxdur axı. C-dən A-ya demək istəyirsən. C-dən Hə, hə. A-ya C-dən yoxdur. A-ya Hə, yoxdur. düz deyirsən. Bu getdi. O bilirəm. Burada B, C, D. Bu olur, bu olur. B-dən A-ya, C-yə, D-yə. B-dən C, A-ya, C-yə, D-yə. bu olur. D-dən B-A-cı. C-yə baxın. C-dən A-B-dır. A, B, C-dən B-yə yoxdur B ikidə. olmur. B olmur. C-dən C-yə var. C-yə baxaq indi.
Sonra D'dən A'ya, B'yə, C'yə var. Hı. K'dan D'yə, E'yə. Bu da hələ budur. C. Şeydim. Şey. 16. Baxıram mən. Çetin. Hı hı. 50 daxil edir. S kiçikdir N-dən. Hı. S bərabər S plus I ilə i-nin üstünə 1 gəl. Üstüne bir geldim. Aha Birdən iyi de oldu toplayacaq ki. da 1 üstə gəl, 2 üstə gəl, 3 üstə gəl, belə-belə toplayacaq. Hı. Birdən 9-a kimi deyəsən 45 edirdi. Bəli. 5. O Hı. ödəmir. 10-a 10 gəlir üstünə. Aha. 55 olur. Bəli, S 55 55 olanda çıxır dövrdən. Aha. İyi neçə olur ora qədər? i Hı hı. 11 olur deyəsən. Bəli. Axırıncı 10'u 10 gəlir sonra gəlir, 11 olur. sonra bir dənə də 1 üstə gəlir. Bəli, 11 olur. Aha. Sonra S bərabər S çıxılsın, i üstə gəlsin 1. 5. Bu da edir 45. Düzdür. 17 Mehin. Hı hı. Mehin buradasan. Baxıram ona. Hı hı. Nə yaradıb burada? A variantı olmur, orada T olmalıydı. TR, TR, bəli, TD olmalıdır, düzdür. Hı hı. Elə B variantıdır. C niyə olmur? Orada T olmalıydı. Hı hı. D niyə olmur? T'den sonra T olmalıydı. Ha, Y niyə olmur? Hı hı. Orada deyir ikinci sətri. Orada Ayxan Abbas olmalıdı. Aha, Gülbaharı götürüb ona görə. Düzdür. Həm də burada TR-ni bağlamaq əvəzinə yenə TD yazır. 18 Samir. Baxıram mən. MS DOS nədir Samir? O əməliyyat sistemi Hansı əməliyyat sistemi düzdür? hansı sistem yox. MS Burada DOS-un fərqi nə idi? nə? Uşaqlar, MS DOS hansı əməliyyat sistemi idi? Kim deyər? Hı? Unutmuşsunuz ya. Bir məsələli. Oturun nəzəriyyə oxuyun arada zəhmət olmasa. Məsələlərdə problemimiz yoxdur, amma nəzəriyyəni unutmuşsunuz tamam. B-də nə olar? B nədir? B tətbiqi proqram. Nə proqramı? Oracle Oracle nə idi? Bunu təzə təkrarlamışıq ay Samir. Təzə yazmısan. verilənlər Sən necə yaddan bazası. çıxdı? Nədir? Verilənlər bazası deyildi. Bəli, VBIS-dir. Denəndə ürəyimi niyə partladırsan mənim? Adobe Photoshop nə idi? O da tətbiqi proqramdır. Nə proqramı idi? Qrafik deyildi. Hansı qrafik idi? Vektor, raster. Vektor. Niyə vektor idi? Nəyə görə vektor idi? Onun səbəbi var ki, mən. Bəli, səbəbi var idi. Mən sizə demişdim ki, içində foto, image, paint. Bu olanlar nə idi? Nə idi bu olanlar uşaqlar? Raster. Ha. Sən məni qorxudursan Samir. Aha.
Sonra Linux. Linux əməliyyat sistemi, Aha. C++. proqramlaşma dili. Bəli. Mənim bir dənə 18-ə verərdisə. Hı -hı. Bu Oracle nə oldu ki? Verilənlər bazasının idarəetmə sistemi. Əməliyyat sistemi deyil o. Yox. Tətbiqi proqramlardır VBISlər. Access kimi. Axı mən o günləri sizə 50 dənəli test yazdırdım. Onun içində davamlı olaraq Access, ondan sonra Hə, bildim, Postgre, seçdim. Post, Postgre, ondan sonra Oracle, MySQL. Bunları siz görmüşsünüz axı dəfələrlə gördünüz ki, bunlar verilənlər bazasının idarəetmə sistemidir. Yəni tətbiqi proqramdır. Bəs bir məsələli nədir? Bir məsələli əməlli sistemi ən birinci başlayanda bir məsələ olur. Yəni nətər? Sən baxanda bir dənə bu pəncərəni görə bilirsən. Telefon, əvvəlki telefonlar kimi də, yəni belə olur. Sonradan bu pəncərələr yarandı. Bax, görsüz? Bir Hə, bildim. anda bir neçə pəncərəni görə bildim. Yəni bir neçə məsələyə eyni vaxtda yanaşa bilirəm. Və yaxud da mənim kompüterim eyni anda bir neçə məsələni emal eləyə bilir. Bu oldu bundan sonraki kompüterlər çox məsələli kompüterlər. Yəni o da əməliyyat sistemindən asılıdır. Çox məsələli əməliyyat sistemləri bir sözlə. Yəni Oldu. MS-DOS ilk əməliyyat sistemi olduğuna görə bu bir məsələli əməliyyat sistemidir. 19. Bəzi Türkan və Səman peşələri model yer memar, yazıcı, kimyaçı və geoloqdur. Onlardan peşəsi memar olan digərlərinin ad gününə çağırdı. Əminə onda memar deyil. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Aha. Nədir? Modelyer, Birinci Əminə gəlir. kompüter, memar, yazıcı, bir saniyə, kimyager, geolog. Əminə kimyaçıdır. Əminə ad günü hamıdan əvvəl gəldi. Əzizə yazıcı, Səma isə memar deyil. Əminənin kimyaçı olduğunu hardan qərara gəldin? Üçüncüdə yazıb kimyaçıdır. Əminə kimyaçıdır. Əminə kimyaçıdır. Aha. Əminəyə hamısından X Əzizə qoydum. yazıcı. Əzizədə Əzizə yazıcı, yazıcı Səmada deyil. da memara X. Yazıcı deyil. Bir də Səmada kimyaya X. memar deyil. Səmada memar deyil. Aha, sonra. Bir də kimyaya da X. Qonaqlardan Türkan modelyerin gəlmədiyini görüb ona zəng vurdu. Türkan memar deyil. Memar niyə? Memar çağırıb da bunları. Türkan görüb ki. Amma hə Türkan ola bilər çaşdım. Hə, memar düz deyirsən. Ay o Türkan Türkan memar. qonaqdır da deyil. Türkan memarda deyil. Düzdür. Əzzə Türkan ad nə deyil? günü. Modelyerdə deyil. Aha. Əzzə modelyerdən əvvəl Əzzə modelyər deyil. Əzzənin peşəsi nədir? Əzzədə modelyerə də X qoyuruq. Əzizə ad günündən modelyerdən əvvəl gəldi. Aha. Əzzə memar da deyil. Ona görə bu axırıncı hansı qaldı? Geoloq. Ad gündən memar çağırıb. Ad gününə memar çağırıb. Əzizə ad günə modelyerdən əvvəl gəldi. Əzizənin qonaq olduğuna necə qərar verdin? Əminə ad günü hamıdan əvvəl gəlib. Əzizə yazıcı, Səma isə memar deyil. Aha. Deyir ki, qonaqlardan Türkan modelyerin gəlmədiyini görüb ona zəng vurdu. Adı çəkilməyən Əminə modelyer. modelyer də deyil də onda. Əminə olsa tapışdı, kimyasıdır heç nə. Əzizə yazıcı, Əminə ki, qonaq modelyer. Əzizə ad gününə modelyerdən əvvəl gəldi. Əzizə modelyerdən əvvəl gəlibdi. Əzizə modelyer də deyil. Nə qaldı ki, yox, nəsə geoloqdan bağlı heç nə demədi, hə? Bir də baxaq. Əminə ad gününə hamıdan əvvəl gəldi. Ha.
Əminə, Əzizə yazıcı, Səma isə memar deyil. Əminə kimyaçıdır. Əminə kimyaçıdır. Qonaqlardan Türkan modellerin gəlmədiyini görüb ona zəng vurdu. Əzizə ad gününə modelyerdən əvvəl gəldi. Əzizə modelyerdə Deyil də. deyil. Deyil, hə. Əzizənin peşəsi nədir? Necə oldu bu geolog? Memar da deyil də həmçinin. Əzizə niyə memar deyil? Əzizə niyə memar deyil? Əminə birinci gəlibdi. Əminə ad gününə hamıdan əvvəl gəldi. Okey, Əminə gəldi hamıdan əvvəl. Əminəni onsuz da bilirik ki, kimyaçıdır. Əminə nə Memar desin? hamını çağırıbsa, Əzizə yazıcı, Əzizə axı ad Səma isə gününə memar gəlir. deyil. Ad günü olan nətər gələcək ad günü? bəli, öz ad gününə necə gələ bilər ki? Niyə gəlməsin ki? Ən birinci Əminə gəlib özdə, hamıdan əvvəl. Belə baxanda. Gəlsin, İkinci yəni gəlib də, peşəsi ad günü memar olan olan. digərlərini ad gününə çağırıb ki, o da gəlib də. Aha, yaxşı. Əzizə yazıcı, Səma isə memar deyil. Əzizə yazıcı deyil, Səma memar deyil. Əminə kimyaçıdır. Qonaqlardan Türkan da memar deyil. Bir dənə burada kim qaldı qonaqlardan? Fəridə qaldı. Məsələn, Fəridədən heç nə demirlər. Hətta onun O zaman Fərdə Fəridə memar çıxır. Belə çıxır ki, Geolog Fəridə haqqında heç gəlsin. nə yoxdur. Yəqin ki, o da. Onda bu da düzgün deyil axı belə seçməyə. Bilmirəm. Memar olan digərdən Əminə. Yəni, bir dənə Əzziyə memarlığına qaban X qoysa, şurada yerə geolog qalır. Əzizə niyə memar olmasın ki? Çünki deyir, Fərdə də sonradan hamının gəlib. ad gününə gəlib. Ad gününə gəlibsə, öz ad günü deyil də yəqin ki. Əzizə, yaxşı. Bunlar qonaqlar siyasətsə yaxşı olsun, Əzizə memar deyil. Əzizə geoloq olsun, amma bu düz deyil mənə görə. Ya mən başa düşmədim ya da yəni bunu varsayımla deyə bilmək də Əzizə ad gününə modelyerdən əvvəl gəldi. Nə bilə bilərik ki? Qonaqlar görə modelyerin gəlmədiyini görüb. Nəysə, olsun, amma düz gəlmədi bu məsələ mənə. 20. Kimdəydi sıra? Məndədir, mən baxıram. Mətin. Aha. Deməli, bu nəsə Y-yə köçürülüb. C rəqəm də 3 dənə dəyişibsə, elə Y8 düz cavab. 5-dəndirsə, bəli, burada 3 dəyişiklik olub 12 olduğuna görə. Burada isə heç bir dəyişiklik olmayıb, belə B olaraq qalıbdır. Deməli, Y xanasına köçürülüb. 3 dənə də sürüşmə varsa Y8 düzdür. 21. Kimdədir sıra? Mehin. Mehin. Baxıram. Buyur. Olacaq. Əvvəl mənim 32-ni 64-ə vururuq. 32 sətr vuraq. 2 üstü 5, bu 2 üstü 6. Aha. Sonra bunu Neçə səhifədir? Məsələni bir dəfə oxu səsli zəhmət olmasa. 81 səhifəlik mətnin faylının son səhifəsində tutumu 704 kilobayt olan şəkil var. Nə başa düşdün buradan? Bir səhifəsində 704 kilobayt şəkil var. Bir dənə şəkil var. Hə, 704 kilobayt yazıb bura. Davamını səsli oxu. Digər səhifələrin hər birində 32 sətr, hər Saxla, sətirdə saxla.
Bir də oxu. Nə? Digər səhifələrində hər birində 32 Aha, sətr. digər səhifələrin hər birində. Yəni hansı səhifələrdə mühim? 80. 80 dənə səhifəmiz var. Ha. Aha. Sonra davamını oxu. Hər sətirdə 64 simvol. Hı -hı. Unicode sistemində Son. kodlaşdırılmış faylın format Unicode-da seçimi kodlaşdırılmış. Nə başa düşdün? 2/4-ə vururuq. Vuruq 2/4-ə. Aha. Həcmini hesablayaq. İndi bu ümumi həcm istəyir. Hə, bu faylın informasiya həcmi, faylın ümumi həcmin. Nə etməliyik burada? Kilobayta çeviririk bunu. Çevirək. Kilobaytdan böyük görsən, amma hə, yaxşı çevirək. Aha. Neçə bölüm? 113. 13-ə. Nə qaldı? 80 vur 2 üstü 2 320. 11 getdi buradan. Burada da 2. 4, 2 üstü 2 qaldı. 4. 80 vur neçə dedin sən? 120. 120 niyə ki? 80 vur 120 niyə? 320 ümumi. 80 vur 4. Hə, 4, hə. Səsim pis gəldi. 320, aha. 320 kilobayt elədi. Sonra Bunları toplayırıq. nə etdi? O da 1 megabayt. Bəli. 22 Samir. Orada birinci olur S2. D6-dan F3-ə köçəndə necə olur köçürülmə? Gəl onu 2 deyirəm. byte qabağa gedir də. Aha, hamısı. Yox. Məsələn, ədəd 3 byte azalır. Belə deyim də, mənim birincidə 2 dəyişmir, dollar var deyə. Dollar şahsi olduğuna görə. A-dan başla da oğlum. Niyə tərs məsəl başlan? A-dan başla. A nə olur? dollar 2. İşte yəni dollar B 1. O heç bir dəyişmir orada. 5-də olduğu kimi qalır. Bəli. Nə oldu? Y bəndi. 23. Buyurun. Kimdədir sıra? Çingiz. Konkursun icrasından sonra dəyişən 45 B1 A böyükdür B, hə. A 44 B2 45-dən 1 çıxıram 44. 22 dəfə olur. 22 dəfə olandan sonra bu ikisi ilə bərabərləşir. Bu A bərabərdir B nədir? Hə, bərabərləşdirirəm. Biz nə çıxış əldə edirik ki? Bax, şərt nə qədər ki A B-dən böyükdür, davam edir də. Çingiz yox olanda A-ya B-ni mənimsətdir. Hə, başa düşdüm. Və A-nın qiymətini istəyir, A-nın son qiymətini istəyir. Hə, başa düşdüm. Yəni sən 23 B-ni olur. tapasan da bir növ. Hə, 23. Deməli, Cavab 45-dən 1 çıxır. 44 onda 22 bölünür. olanda, o da 23 olanda. Aha. Bəs yaxşı, 22 olanda olmaz. 22 olanda o bir də 24 olur da. Bu A 24 22'dir. olur. B 22 22'dir. olanda A 24 olur. İkisi də 23 olanda olur. 24. 23 olur ki ikisi də. Hə, 23 onda yoxa getmir. yoxa gedir. A, B olur. İkisi də 23 olur. Çıxışı heç nə vermir yaxı. A-nın qiyməti 23 olur. Hətta çıxış burada, buranı deyir ki, nə olur axırda A. 23, 23, 22. 23. Aha, 45-dən 1 çıxır, onun üstünə 1 gəlir. 22. Bu nətər 23 olacaq ki, 1 çıxaraq.
45 çıx 1. 45-dən neçə çıxanda 23 olur? 45 çıxılsın 22. Bir üstə gəlilsin 22, 23 olur. Hı -hı. 24. Mətin. Baxdım. 30 hərfdir, 10 dənə rəqəmdir, 40 olur güc. 16 onluq diyar rəqəmlər 10 dənə, bəli, 30 müxtəlif hərf 40 dənə. O da sığışsın deyə 6 götürürük də 64. Hı. 2 üstə 6 kimi də. Ha, bəli, düzdür. 16 simvolludursa, bir dənə parol, ümumi parol 16 vur 6 qədər yer tutur. 6 qədər. Aha. Neçə bayt olar deyir bizə. 96 Bölgü bit 8. eləyir. 96 bölü 8, oradan deyir 12 bayt. 30 dənə də belə 12 baytlıq eləyir 360 deyək. 360. Ha, burada 2 yerində 12 bayt oldu. 30'a da vuranda 360 bayt. Düzdür. Doğrudur tamamilə. 25. Kimdədir sıra? Məndə. Mühim. Hı. Nədir? Burada İsfav 33.155-dədir. Yusifov AM adlı şəxsin cəmi neçə uşağı və nəvəsi olduğunu müəyyən edin. Uşaqların nəvələrinin cəmini tapacaq yəni. Aha. Yusifov AM 31-55 oldu. 30, 31, 55. Aha. Nə edirik indi? Sonra aşağıya gedirik. Bəli. 32-də, bir də 42-dədir. 31, 55. Bəli. Nədir? 33, 02, bir də 40, 02. Deməli bunun neçə uşağı var? 2 uşağı var. Aha. Sonra 5 dənə də nəvəsi var. bəli 3302 və 4002 olanlar burada elə seçilib hazır. 5 dənə də nəvəsi var. Cəmi 7. 26. Kimdədir sıra? Samir. Məndədir. Sənə def gəldi. Yenə görsən defi sənə öyrətməyə çalışır. Qismət. Birinci T'də FK'dən soruşur. K-nı qoyuruq yerinə, D-ni də qoyuruq. 2-4 tapırıq onları. 7. Aha. Sonra bunu şeydə def FAB-də qoyuruq da yerinə. 2 ilə 4. Bəli. F-i tapırıq 6. F-ə girmir, çünki 2 4-dən böyük deyil, S-ə girir. S-i vururuq B-yə, B4 24 eləyir. S-in üstə 5 gəlirik, 29. Sonra S-i nə edir? Return edir. Bəli, qiymət olaraq S qaytarda return 29. Bəli. Sonra 27. Frontier əsas normal. Əməliyyat daşın RAM tutumu RAM hansıdır burada? bir saniyə. 32 yox. 32 GB. Bəli, DDR RAM-dır. DDR, DRAM, CD-RAM, RAM bunlar hamısı əməliyyat daşıdır. Aha, nə olur? Aha, 32 bilirəm. GB oldu.
HDD da elə özü verir 2 terabayt. Bəli, o da 2 terabayt. O da C. Hı -hı. Gəl bu da səhv edib baxın. 28. Kimdədir sıra? Mətin necə qurulur? Bakterial var. F olacaq bizdə. Hı F -hı. bərabər 1 veririk hasildə deyə. Sayığaz olsun. Hı I -hı. bərabər 1 verək də. Olsun. Əgər I kiçikdirsə, n iddə yuxarıda. Bəli. N kiçikdirsə n-dən Kiçikdirsə n-dən kiçikdir, bərabərdir n. 1 deyə kiçik bərabər olur. Hı -hı. Birdən də ziyadə burada n-i də götürübdür də, n-ə qədərdir. N çıx 1-ə qədər deyil. N-in özünü də Bəli. götürübdür. Aha, sonra F bərabər F vurulsun I. S bərabər S üstə gəlsin F. Bir də I plus 1-dir. I bərabər I plus 1. bu əvvəlki imtahanlarda indi siz yəni gözləməyin ki, sizə belə asan düşər. Çox rahatdır, ha? Bəli. S-i çap edəsin. S istəyirlər məndən. Bəli, düzdür. Silək 29. Mehindədir sıra. Bəli. Hı. Baxaq suala Mehin. Input yazırıq. X bərabərdir int input. Sonra for x in range -10'dan 10'a. For Mənfi x nədir? ondan X burada var da for i. For i in range. Range, aha. -10'dan. Neçəyə qədər Mehin? 11. Bəli. Aha, sonra. Sonra if x 3'dən böyüksə, Hər bir tam y-in 3-ə qalıqsız bölünən qiymətlərinin sayını. Aha. If bəli. Böyükdürsə 3-dən. Aha. y bərabərdir x-in kvadratı çıx 5x plus 6. Y bərabərdir x-in kvadratı çıx 5 vurulsun x üstə gəlinsin 6. Aha, sonra Sonra else x 3'dən kiçik bərabərdirsə, else aha x kiçikdir bərabərdirsə 3-dən. Aha. yuxarı gedə bilərsiniz. Gedərəm. Y bərabərdir x plus 2'nin kvadratı. Hı -hı. İndi Yenə if yazırıq. if yazırıq. If y-in 3'ə qalığı 0'dırsa, Aha. orada mənə bir dənə dəyişən verməli idi. Bəli. K bərabərdir k plus 1. İmtahanda yazanda bax burada biraz ara saxlayın həmişə ki, sonradan dəyişən lazım onda bura əlavə edə bilərsiniz. Все. Print k.
Gördün mü? İstəyəndə yaza bilirsən proqram. Bəli. 30. Samir. Buradasan Samir. Səsin gəlmir Samir. Mən buradayım. İndi gəldi səsin. Nə edirik? Siyaha necə daxil edirik? Input deyil, nə? Çünki siyahını daxil etməsin sən de. Qalan Samir deyər. Çingiz ücret qutarıb çıxıb gedib ki, ta 30 mənə düşməyəcək. Çingiz buradasan? Ay Çingiz. Bəli, mənim. Siyahın daxil edilməsini də görək. Ortasına böyük olan. For Yo, mənə proqramı demə. Proqramı Samir quracaq. Ha. Sən mənə siyahın daxil edilməsini de. nədir? İna, sonra x veririk bir dənə input, sonra da boş çoxluğu doldururuq. Bərabərdir. Input. Sonra. Sonra dedim. Sonra b nöqtə append x. Şöyle belə yazın. Bir denən. X bərabərdir input. Sonra. Sonra Səbrin nə? olsun. Hə, x a-dır, a çoxluğu x-dir. Yox. Sən də getdin. Bir dənə for veririk, for ina, sonra For in range 0a. sıfırdan A hanı Çingiz A hanı bunu X dedin X yazdım. İndi A deyəsən. A siyahıdır. Sıfırdan X'e qədər. X a-dır müəllim, başa düşmürəm. X Siyah nədir? nətə daxil olunur? Siyah nətə daxil olunurdu? Sonra append veririk də, bir dənə ayrı da element daxil edirik, append veririk. Denələ daxil edin. Sonra K bərabərdir int input. A'dan yapışır. Bir A siyahıdır. Ay bala A A bu yox, K, siyahıdır. K. Y Ha olsun. K. Ha K K bərabərdir bərabərdir. int input. Input. Sonra. Ayrı siyah. A, sonra A nöqtə append nə K. Append K. Şükür Allaha. Samir. Bu X oldu ki, neçə dənə element daxil edəcəyik, neçə dənə dövr verək, yəni neçə element lazımdır sənə? Bu oldu bu X. Yəni neçə dənə element olsun? Bu. A boş siyahıdır. Hansı ki bunun için dolduracağıq da biz elementlərlə. Dövrü verdik, yəni X dənə dövr verdik. X dəfə dövr gəlsin. Burada bu mötərizə yoxdur. Mən yəni X-i göstərmək üçün elədim. Aha. Sonra K-da əsas elementləri input elədik. Yəni 3-ü, 4-ü, 5-i, nə bilim 6, 7, 8 bunları input elədik. Həmin o inputlarda gəldikcə, yəni inputlar gəldikcə onları append elədik A siyahısına. İndi Yəni X davamını burada da görək. X elementlərini saydı. X elementlərin saydı, bəli. İndi siyahının içində gəzməlidir. Niyə siyahının içində gəlsən? Hələ birinci nə tapmaq Toplamalıyıq. lazımdır sənə? Ədədi ortadan Ədəd tapmalıyıq. ortasına böyüklər, ədəd ortanı tap da birinci. Onun üçün gəzib toplamalı deyil. Bir-bir Yox. Siyahının cəmi necə olurdu? samla. Bəli. Onu Siyahının işte uzunluğu nə idi? len. Ədəd ortanı tapılır. Onda samı böləcəyik lenə. Bəli. F bərabərdir sam A bölünsün Lena. Birbaşa X-ə də bölə bilərdik, amma nəsə tam. Hə, böldük sonra. Bəli. Sonra indi bir-bir içinə gələcək. For in A. Sonra if verəcəyik. If, aha. Əgər bir dənə yuxarı çevirə bilərsiniz mənim. İndi burada əgər i böyükdürsə nədən f-dən print eləyəcək f-i. Ya i-ni. Şah, bitdi. Belə uşaqlar.
Sağ-salamat, sağ olun. Təxmini bir saata yazdıq. Bu hələ asan sınaq idi. Biraz sürətimizi sürətləndirməliyik. Biraz nəzərə təkrarlamalısınız. Belə oldu. Hələlik sağ-salamat qalın. Tamam, mən Sağ olun. Sağ ol.